Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, 12-ci imamımızın ən məşhur ləqəblərindən biri Sahibəz Zaman, yəni zamanın sahibidir. Bu ləqəb onun şərəfli varlığının dərinliklərinə bir işarədir. O, təkcə bir dövrün deyil, bütün dövrlərin, bütün zamanların imamıdır. Həzrət Peyğəmbərimizdən nəql olunan məşhur bir hədisdə 12-ci imamımızın qeybə çəkilməsinə işarə olunaraq belə deyilir. Həqiqətən mənim 12-ci övladım qeybə çəkiləcək və gözlərdən uzaqlarda qalacaq. Allah Teala ona qiyam etmək üçün icazə verəcək və İslamı onun vasitəsilə aşkar edib dirildəcəkdir. O Həzrət Sahibə Zamandır. Çünki o, bu ümmətin gözlənilən qurtarıcısıdır. Bu ləqəb 12-ci imamın zamanın hadisələrinə şahid olduğunu, bütün dövr və əsrlərin onun nuru ilə işıqlandırdığını bildirir. Bir gün o zuhur edəcək və dünyanı zülm və haqsızlıqla dolduğu kimi ədalət və insafla dolduracaq. İmam Zaman əleyhissalamın dillərdə məşhur olan künyə və ləqəblərindən biri də Əba Salihdir. Sanki Əba Salih ləqəbini eşitdikdə həmişə qəlbimizdə ya Əba Salih, ədrikni, məni tap, mənə kömək ol, mənə yol göstər mənasını verir. Əba Salih ifadəsi zahirən Salihin atası deməkdir. Amma bu o demək deyil ki, dəqiqliklə İmamın Salih adında övladı olduğu üçün onu da belə adlandırırlar. Yox, onun Salih adında övladı olmaya da bilər. Necə ki, Həzrəti Abbas əleyhissalamı Əbəlfəzl deyə çağıranda, onun Fəzl adlı oğlu olduğuna görə yox, fəzilətlər sahibi mənasında olduğuna görə çağırırıqsa, Əba Salihi də bütün salihlərin atası, salihliyin qaynağı mənasında deyib səsləndirə bilərik. Bizim imamımız elə bir varlıqdır ki, yalnız yolumuzu səhrada, yaxud düzənlikdə, haradasa itirəndə deyil, əqidədə, əməldə, həyat yolunda belə çaşdığımız zaman köməyimizə çatan yeganə şəxsdir. Allahın yer üzündəki canlı hüccəti olan bu əziz varlığı, imamımızı gəlin dualarımızda yaddan çıxarmayaq və hər çağırışımızda ya Sahibəz Zaman, ya Əba Salih deyə Həzrətə üz tutaq.